İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin qalmaqallı işi ilə bağlı yeni detallar üzə çıxıb. Teleqraf səs-küylü cinayət işində gözə dəyməyən fiqur Əhmədzadənin xalası oğlu Kamran Ağayevlə bağlı bəzi məlumatlar əldə edib. Kamran Firuddin oğlu Ağayev 1977-ci ildə anadan olub. O, neftçilər arasında Mamoniya ləqəbi ilə tanınır. Məlumatlı mənbələr bildirir ki, Adnan Əhmədzadə Kamran Ağayevə hədsiz inanıb. Elə bu səbəbdən hazırda həbsdə olan Əhmədzadə bütün var-dövlətini və daşınmaz əmlakını ona etibar edib. Bunun isə Əhmədzadə üçün dəhşətli səhv olduğu bildirilir. Kamran Ağayevin harada olduğu sualına gəlincə, onun hazırda Moskvada gizləndiyi deyilir. Rusiya neftinin qanunsuz satışında ittiham olunan Maltada yerləşən Alkagessanın sahibi də məhz Kamran Ağayevdir. Şirkətin icraçı direktoru isə Orxan Rüstəmovdur.